1. Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, mən Vüsal Kəlbəcəri 18 kitab müəllifi Qızıl Qələm mükafatı bu gündən Azərbaycanımızın çox gözəl rayonu olan Zaqatala rayonunda biz dəfələrlə gözəl çəkilişlər eləmişik və bu gündən keçən dəfə Qımır kəndində Minayə müəllimənin, Asuda müəllimənin gözəl çəkiliş elədik. Çox gözəl insanlar, bir insan kimi insan, müəllim kimi müəllim olmaqlarının şahidi olduq və bu günlərində keçən dəfə gec olduğuna görə Abdullah müəllim haqqında gəlib görüşə bilmədik. Bu günlərin gözəl bir gündə gəlmişik. Birinci gözəl balalarımızı təbrik edirik. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə müəllim, sizin övladlarınızı, qızınızı, nəvənizi də təbrik edirik və kəndinizin bütün xanımlarını da təbrik edirik, evinizin xanımlarını da təbrik edirik. Və bu günlərin 8 Mart 2026-cı ildir. Müəllim, adınız, soyadınız? Xəlilov Abdullah Mahmudoğlu. Çox gözəl, sizi xoş gördük. Allah parasında uzun ömür versin, can sağlığı versin. Yanayınız var olsun. Neçə il təhsil sahəsində çalışmışsınız müəllim? 30 ildən artıq. 30 ildən artıq təhsil sahəsində çalışmışsınız. Hansı fən tədris eləmişsiniz? Tarix fənni. Çox gözəl. Sizin şagirdləriniz, yüzlərlə şagirdləriniz var, tələbələriniz var, müxtəlif sahənin peşənin sahibləri olanlar var. Amma onların içərisində ən əsas hansı sahədə olanlar çoxdur? Mən bilirəm, keçən dəfə sizin şəhidlər haqqında çəkiliş elədim. Qazilər haqqında ki, Zaqatalada ən çox şəhid olan, ən çox qazisi olan kəndlərdən biridir. Yəni bu da ondan irəli gəlir ki, gənclərin Sarışı Hərbi Hazırlıq müəllimi və tarix müəllimi və bütün müəllimlər şagirdlərdə vətənpərvərlik ruhunu daha yüksək yaradıbdılar və tarix müəllimlərindən biri də sizsiniz. Yəni sizin şagirdlərinizdə ən çox hansı sahəyə yönələn olubdur? Bizim sahədə ən çox birinci hərbi sahəyə çox yönəlibdir. Sonra müxtəlif sahələrdə var. Məsələn, elektrik sahəsində, deməli, qaz sahəsində, deməli, su minerasiya sahələrində, kənd sərfatı sahələrində. Müəllim, tarix müəllimi və yaxud da ki, hüquqşünas olanlar varmı? Var, hüquqşünas olan var, 2-3 nəfərimiz var. Tarixçi olanlarımız 4-5 nəfərimiz var. Çox gözəl, çox gözəl. Hüquqşünaslarımızdan birisi icra hakimiyyətində işləyir, o Ukraynada təhsil alıb. Çox gözəl. Bizim Naxçıvanda təhsil alıb. İndi hal-hazırda neçə yaşınız var müəllim? 65 yaşım var. Orada yubiləyə gəlmişik, da. Və Ramazan bayramıdır, bu günə oruçlu vaxtıdır. Yəni gözəl bir günə gəlmişik. Və bizim arzumuz odur ki, sizin 65 yox, sizin 70, 80, 90 yaşınız olsun. Gələk gözəl çəkiliş edin inşallah. Siz bilirik ki, həm də gözəl atasınız, gözəl babasınız. Neçə övladınız var müəllim? 2 evladım var, 4 nəvəm. Ay maşallah. Adlar nədir övladlarınızın? Evladlarım biri oğlan Etibardır, özdən nəzakət. Övladınız hansı sahədə çalışır Etibar? Etibar qaz idarəsində mühəndisdir. Çox gözəl. Və nəvələr 4 nəvə nəticə inşallah yoxdur. Hələ inşallah olar Allah qoysa. Və sizin həyat yoldaşınızın adı? Ziyafət. Ziyafət xanım da sizin haqqında gözəl sözlər bildirdi. Sizin gözəl ata, gözəl valideyn, gözəl həyat yoldaşı olmanızı bildirdi. Ona da sağ ol deyirik. Və Çağdaş Təhsil komandası olaraq sizin kimi müəllimlərə biz fəxr edirik müəllim. Allah təala sizə uzun ömür, can sağlığı arzulayıram. İnşallah. Təşəkkür edirəm, minnətdarım edirəm. Çox sağ olun. Xoş gəlmisiniz. Gələyiniz var olsun. Elə xanımı bir daha təbrik edirik. Və sonda onu deyim. Gözəl bala, sənin adın nədir? Zəhra bala. Nə gözəl adın var. Böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsən? Kim olmaq istəyirsən geçənlərdə? Müəllim, həkim, polis. Kim olmaq istəyirsən? Təyyarəçi? Oy maşallah. Və sənin adın nədir? Ziyafət. Ziyafət, sən böyüyəndə kim olmaq istəyirsən? Həkim. Oy maşallah. Gözəl gəlmişkən deməli təhsil kurslarında imtahana gedib 700 bal topladım. Ay maşallah. Gözəl, gözəl. Ailəmizdə deməli oğlum da ali təhsili, 2 ali təhsil alıb. Birinci ali təhsili Texnik Universiteti fərqlənmə diplomu ilə qurtarıb. Və yoldaşım o vaxtı Sovet Tayqori Texnikomunun çox gözəl. O da qırmızı diplomla qurtarıb. Ay, ziyallı ailədə bir sözlə. Gəlinim də ali təhsili Zaqatala İnformatika Riyaziyyat fakültəsini qurtarıb. Çox gözəl. Qızım da Gəncə Texnologiya Universitetini qurtarıb. O da indi peşə yönümlü təhsil məktəbində müəllimi kimi çalışır. Çox gözəl. Biz siz kimi insanlara fəxr edirik, qürur duyuruq, təşəkkür edirik, minnətdarıq. Sağ olun.